bugün bizim tarixçilər də, alimlərdir, yazıçılardır, yəni oturublar hərə öz şəxsi marağı üçün nəsə bir yazır, dövlət üçün, yəni millət üçün. Bu iş qalıb qıraqda, yəni ümumi maraq yoxdur. Dövlətin marağı, xalqın marağı yoxdur, nəyə görə deyirəm? Bugün şeir vaxtıdır, yazırsan, teatr yazırsan, nə bilim, dedektiv şpiyonluqdan yazırsan, bunun vaxtıdır. Ya o biri alimlər oturub akademiyada, onlar nə yazır? İndiyənəcən Rus ictimaiyyəti kitabı açıb oxuyur ki, SSR это наша Родина. SSR это русская земля. Bilirsiniz? Biz yaratmışıq bütün millətləri, bütün bu xalqlara biz çörək vermişik, su vermişik, adam eləmişik, oxutmuşuq. Gör nələr yazırlar, biz meymunuyduq. Kül başımız. Sonra deyirlər ki, bu niyə təhqir edirlər? Sən axı nə yazırdın? Şeir vaxtıdır. Teatr vaxtıdır yazmağın. Sən yazmalısan, Rusca tarix yazmalısan. Rusca oxuyanda görsün ki, onun əcdadları, o predkiləri gəliblər Bakını dağıdıblar, Gürcüstanı dağıdıblar, Qazaxıstanı dağıdıblar, Estoniyanı dağıdıblar, Ukraynanı, Yakutiyanı, Sibiri, Çukçanı, Buryatiyanı da hamısını tutublar, işğal ediblər. Bu uşaq bilməlidir. SSR-i də 20-ci ildə komünistlər gəlib çardan sonra ikinci dəfə işğal ediblər. Bakını alıblar. Bakı Rusiya deyil. Onlar bizə irad tutur ki, biz sizi adam oxudub, adam verir, savad vermiş. Nə savad? Ay meymun. Bu Rusun özü heyvan olubdu. Ona Pyotrun özü deyir ki, siz heyvansınız. Heyvan deyən xalq necə ola bilər gəlib Azərbaycana, Qazaxıstana, bütün ölkələrə respublika desin ki, biz sizi adam eləmişik. Bunu yazın, yazın ki, onlar hamısı gəliblər, işğal ediblər, tutublar. O Rus uşağı bilməlidir ki, onun atası, babası faşist olub, bandit olub, gəlib bizi öldürübdür, tutubdur. Və indi də buraxmalıdır bütün Sibiri də, Qafqazı da, Ukraynadan, hər yandan çıxmalıdır özünə Rus dövləti ki, sabah büyüsün, hamı Rusla dostluq eləyə bilsin. Elə bu uşaq bunu oxumalıdır, yox ki, dedektiv şeir oxusun.